Salam, kanalıma xoş gəlmisiniz. Bu videomuzda sizə yalnız yazda yetişib, çox az müddətdə sovrulan paxlanı sonrakı vaxtlara necə saxladığımı və ondan paxlalı plovun hazırlanmasını nümayiş edəcəm. Bunun üçün paxlalar əvvəl qalın qabığından, sonra isə nazik qabığından çıxarılır və belə ləpələr şəklinə salınır. Onları ya kiçik torbalarda, ya da belə saxlanma qablarına yığıb soyuducunun buzluğunda saxlayırıq. Paxla plovu ya duzlu quru balıqla, ya da döşəməli plov şəklində hazırlamaq olur. Mən bugün döşəməli hazırlayacağım. Bunun üçün əti əvvəlcədən marinad edirik. Yağlı qoyun əti tikələrini marinad edirik. Duz istiyor, sarı kök, soğan doğranmış və yaxud rondadan keçirilmiş soğan. Mən soya sosu da əlavə edirəm. Palçıq turşu və s. istədiyiniz ədviyyatlarla hamısı bir yerdə qarışdırılır və bu axşamdan da edilə bilir. Daha yaxşı olan marinad olunub saxlanılır və yaxud bir neçə saat qabaqdan. Düyü təmiz yuyulur və o da istağa qoyulur. Şüyüdü xırda doğrayırıq və bütün bunlar hazır olduqdan sonra paxlanı təmiz yuyub yeməyi yığırıq. Adi qaydada düyünü qaynadırıq. Süzülməyinə 10-15 dəqiqə qalmış paxlanı ora əlavə edib düyü ilə bir yerdə qaynadırıq və xörək süzülür. Süzüldükdən sonra qazmağını edib üzərinə bir düyü sərpişdiririk və ətləri qazanın dibinə səliqə ilə düzüb, üzərinə növbə ilə paxlalı düyü və arasına şüyüd səpirik və beləliklə yeməyi axıra qədər qazana yığırıq. Üzərinə yağ qoyub dəmə qoyuruq. Burada mən artıq deməli məni tələsdirirlər. Qonaqlarımız çoxalıb tələsirəm və tələsdiyimə görə də ürəyim istədiyi dizaynda çəkilişi, yeməyi çəkib təqdim edə bilmədim, amma yeməyimiz çox gözəl alındı. Hamı bəyəndi. Siz də hazırlayın, nuş olsun. Ağız dadınız heç zaman pozulmasın.